Şəxs pensiya yaşına çatmamış vəfat eləyərsə, onun kapitalından yaxınları, övladları belə istifadə eləyə bilmir. Maraqlıdır ki, ölümündən sonra vətəndaşın hansısa kredit borcları mütləq ödənilməlidir. Yəni, bu varislərə ötürülür. Pensiya yaşına çatmamış yığılan kapitaldan niyə istifadə etmək olmur? Bununla bağlı hansı addımlar atılmalıdır? İqtisadçı Pərviz Heydarov deyir ki, vətəndaşların pensiya yaşlarına çatmamışdan öncə kapitaldan istifadə edə bilmələri bir neçə aspekt vacibdir. Onlar üçün bu hüquq mütləq tanınmalıdır. Vətəndaşlar öz pensiya kapitallarında yığımda maraqlı olmalı və həmçinin artmasına səy göstərməlidirlər. Həmçinin onların öz pensiya kapitalından istifadə edilməsi həmişə təminatlı xarakter daşımalıdır. Hər hansı şəxs əgər müəyyən dövr ərzində işləyərək bu və ya digər məbləğdə pensiya kapitalı toplayıbsa, əlbəttə ədalətli olan budur ki, həmin vəsaiti məhz özü mənimsəyə bilsin. Başqa sözlə vətəndaşa qismət olsun. Məsələn, səhhətində problem varsa, bundan pensiya yaşına çıxmamış istifadə eləyə bilər, yaxud normal yaşayış şəraiti yoxdursa və ya bunu normallaşdırmaq məqsədi ilə borca giribsə, ipoteka götürübsə, ödəmək üçün yararlansın. Övladının və ya özünün ixtisas səviyyəsi, təhsili ilə bağlı maddi dəstəyə ehtiyacı varsa, bundan ötürü də həmin vəsaitdən xərcləyə bilər. İqtisadçı deyir ki, bütün qeyd olunanlar yaxın zamanda ölkəmizdə də qanunvericiliyi əsasında təsbitini tapacaq.